Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve ala aleyhi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. İslamda qadının Allah qatında dəyəri izzət hicabdadır, təqvadadır, Allaha itaətdədir. Ey bacım, bugün sənə insanların deyil, səni yaradan Allahın gözü ilə baxmağa çağırıram. Çünki insanlar sənin gözəlliyinə görə sevərlər. Sonra gözəllik gedəndə səni undarlar. İnsanlar sənin gəncliyinə görə tərifləyərlər. Sonra gənclik bitəndə üz döndərərlər. Lakin Allah üçün edilən bir səcdə, Allah üçün taxılan bir hicab, Allah üçün axıdılan bir göz yaşı əbədi olaraq qalacaqdır. Allah Azze ve Celle buyurur, yer üzündə olan hər kəs fanidir. Yalnız əzəmət və kərəm sahibi olan Rəbbinin üzü əbədi qalacaqdır. Ar-Rahman suresi 26-27-ci ayət. Ey bacım, bir gün güzgülər qırılacaq, bir gün üzlər qocalacaq, bir gün dillər susacaq, bir gün qəbir qapısı açılacaq. O gün sənə fayda verəcək olan gözəlliyin deyil, imanındır. Sənə fayda verəcək olan insanların tərifi deyil, Allahın razılığıdır. Allah Azze ve Celle buyurur, şübhəsiz ki, Allah yanında sizin ən hörmətliniz, ondan ən çox qorxanınızdır. Hucurat suresi 13-cü ayət. Qadının həqiqi dəyəri nədir? Bugün dünya qadının dəyərini yanlış yerdə axtarır. Bəziləri qadının dəyərini saçında görür, bəziləri bədənində görür, bəziləri gözəlliyində görür, bəziləri insanların ona baxmasında görür. Lakin Allah qadının dəyərini təqvasında görür. Əgər qadının dəyəri üzündədirsə, qocaldıqda onun dəyəri hara gedir? Əgər qadının dəyəri bədənindədirsə, xəstələndikdə onun qiyməti azalırmı? Əgər qadının dəyəri insanların baxışlarındadırsa, insanlar baxmadıqda o dəyər yox olurmu? Xeyr, bunlar həqiqi dəyər deyil. Bunlar keçici aldanışlardır. İmam Həsən Əl-Bəsri Rahimullah buyurdu, dünya insanlara aldadan qoca qadına bənzəyir. Özünü bəzəyir, sonra isə səvəlləri məhv edər. Cahilliyə dünən də var idi, bugün də var. Bir çox insan cahilliyə deyəndə yalnız Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən əvvəlki dövrü düşünür. Lakin cahilliyə sadəcə bir zaman deyil, cahilliyə Allahın hökmündən üz döndərilən hər düşüncədir. Allah Azze ve Celle buyurur, onlar cahilliyə hökmünü istəyirlər. Maide suresi 50-ci ayət. Bugün qadına deyilən, özünü göstər, insanlar sənə baxsın, diqqət mərkəzində ol, daha çox görün. Sözləri yeni cahiliyyənin çağırışlarıdır. Şeytan dünən qadının bütlər qarşısına aparırdı. Bugün isə kameralar qarşısına aparır. Şeytan dünən qadını diri-diri torpağa bastırırdı. Bugün isə onun həyasını, iffətini və dinini bastırmağa çalışır. İslam qadını ucaltdı. İslam gəlməzdən əvvəl qadın miras almırdı. Qadın insan sayılmırdı. Qız övladı rüsvayçılıq hesab edilirdi. Allah Azze ve Celle buyurur, onlardan birinə qız övladı ilə müjdə verildikdə üzü qaralar və qəzəblənər. Nəhl suresi 58-ci ayət. Sonra Allah İslamı nazil etdi. Qadına miras verdi, qadına hüquq verdi, qadına izzət verdi, qadına iffət verdi, qadına cənnətin açarlarından birini verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, cənnət anaların ayaqları altındadır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, dünya bir faydalanma yeridir. Dünyanın ən xeyli neməti salihə qadındır. Düşün, Peyğəmbər sallallahu aleyhi və səlləm dünyanın ən böyük nemətlərindən biri kimi salihə qadını göstərir.
nə gözəllik kraliçasını, nə məşhuru, nə də insanların diqqətini çəkəni, yalnız salih qadını. Hicab bir parça deyil. Ey bacım, hicab sadəcə bir parça deyil. Hicab bir ibadətdir. Hicab bir itaətdir. Hicab bir təslimiyyətdir. Hicab Allah Sübhanahu Taala'nın əmridir. Allah Azze ve Celle buyurur: Mömin qadınlara de ki, gözlərini haramdan çevirsinlər, ismətlərini qorusunlar və zinətlərini göstərməsinlər. Nur suresi 31. ayet. Başqa ayədə Allah Azze ve Celle buyurur: Cilbablarını, üzərlərini örtsünlər və onları tanınıb, əziyyət görməmələri üçün daha münasibdir. Əhzab suresi 59. ayet. İbn Kəsir rahimehullah buyurur: yəni iffətli qadınlar kimi tanınsınlar. Allah qadını örtünməklə alçatmadı. Allah qadını örtünməklə ucaltdı. Çünki dəyərli olan şey örtülür. Qızıl torpağın altında olur. Almaz seyfdə saxlanır. Kəbə örtüklə örtülür. Musaf yüksəklərdə saxlanılır. Dəyərli şeylər qorunulur. Dəyərsiz şeylər küçələrə atılır. Qəlbin azadlıq yalanı. Bugün qadına azadlıq adı altında yeni köləlik təqdim edilir. Deyirlər, istədiyini geyin, istədiyin kimi yaşa, istədiyin kimi görün. Lakin sonra onu insanların baxışlarına möhtac edirlər. Bəyənilmək xəstəliyinə düçar edirlər. Məşhurluq xəstəliyinə düçar edirlər. Güzgü qarşısında ömrünü çürütməyə məcbur edirlər. Hər gün ona deyirlər, daha gözəl ol, daha cazibadar ol, daha çox diqqət çək. Bu azadlıq deyil, bu başqa formada köləlikdir. İbn Teymiyyə rahimehullah buyurur: əsir, qəlbi əsir olan insandır. Əsl azad qadın insanların deyil, Allahın qulu olandır. Həya imanın tacıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: həya imandandır. Başqa hədisdə həya yalnız xeyir gətirər. Bugün həyanı utancılıq hesab edirlər. İffəti gerilik hesab edirlər. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm onu imanın bir hissəsi adlandırmışdır. İmam Şafi rahimehullah buyurdu: həya olmayan yerdə xeyir azalar. Naməhrəm fitnəsi. Ey bacım, şeytan heç vaxt böyük günahla başlamır. Əvvəl baxış, sonra gülümsəmə, sonra danışıq, sonra yazışma, sonra yaxınlıq, sonra peşmançılıq. Allah Azze ve Celle buyurur: zinaya yaxınlaşmayın. İsra suresi 32. ayet. Allah zina etməyin deyil, zinaya yaxınlaşmayın buyurmuşdur. İbn Qayyim rahimehullah buyurur: bütün böyük fitnələrin başlanğıcı baxışdır. Neçə ailələr bir baxışla dağıldı, neçə qəlblər bir mesajla qaraldı, neçə göz yaşları bir haram münasibətlə axdı. Şeytanın addımlarını kiçik görmə. Salihə qadın necədir? Salihə qadın Allahı insanların hamısından çox sevər. Salihə qadın hicabını moda üçün deyil, Allah üçün taxar. Salihə qadın namazını insanlar görsün deyə deyil, Allah üçün qılar. Salihə qadın gecə hamı yatarkən Allah üçün göz yaşı tökər. Salihə qadın insanların deyil, mələklərin şahid etdiyi həyatı yaşayar. İmam Əvzəli rahimehullah buyurur: qadının ən gözəl zinəti iffətidir. Ey hicabsız bacım, iffətidir. Ey tövhidsiz, hicabsız bacım, bu sözlər səni alçaltmaq üçün deyil, səni cəhənnəmdən qorumaq üçündür. Səni Rəbbinə qaytarmaq üçündür. Bugün tövbə et. Bugün Allaha dön. Bugün hicaba sarıl. Bugün iffətə sarıl. Bugün Qurana sarıl. Çünki sabahın gələcəyinə dair sənə heç kim zəmanət verməyib. Ölüm qapını döymədən gələcək. Qəbir səni gözləyir. Mələklər səni gözləyir. Hesab günü səni gözləyir.
O gün insanların baxışları yox olacaq, alqışlar yox olacaq, təriflər yox olacaq. Lakin Allah üçün taxtığın hicab qalacaq, Allah üçün etdiyin səcdələr qalacaq, Allah qorxusundan tökdüyün göz yaşları qalacaq. Ey bacım, əgər izzət, dəyər axtarırsansa, onu İslamdan kənar yerdə axtarma. Allah Subhanahu wa Ta'aladan diləyir ki, bütün insanlara, qadınlara iffət, həya, hicab, təqva üzərində sabit etsin. Onları ona yönəlsin. Onları dünya və axirətdə izzətli qullardan etsin. Allahümə əmin.